Salamlar olsun hamıya. Bu günləri az büdcəsi ilə çəkilməsinə baxmayaraq, sonunda məşhur olan iki film barəsində danışacağam. Birinci filmimiz 2007-ci ildə çıxmış Paranormal Activdir. Büdcəsi təxminən 15 min dollardır. Gəlir 193 milyon dollar. Film qorxu janrındadır. Rejissoru isə Aaron Pellindir. Haqqında film bir evdə paranormal hadisələrini göstərən sadə ev kamerası üslubunda çəkilib, realist atmosferi və inandırıcı kimi görsənən səhnələri ilə məşhurdur. Filmi izləməyi unutmayın. İkinci filmimiz 1999-cu ildə çəkilmiş The Blair Witch Project-dir. Filmin büdcəsi təxminən 600 min dollardır. Gəlir isə 248 milyon dollar. Film qorxu janrındadır. Rejissorları Daniel Myrick və Eduardo Sanchez'dir. Film haqqında film güya həqiqi bir sənətli film kimi çəkilib və bir qrup gəncin meşədə Blair Witch adlı əfsanəni araşdırmasını göstərir. İnandırıcı kimi görünməsi ilə çox təsirli olmuşdur. Bəli əziz izləyicilər, bu günlər sizə ən az büdcə ilə çəkilmiş iki filmi göstərdim. Filmlərə baxmağı unutmayın. İndi isə sağ olun, salamat qalın.